Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bəli, bunu deməyə çoxlu əsaslar var. Tarixi sənədlər, xəritələr, coğrafi toponimlər bu əminliyi dilə gətirmək üçün kifayətdir. Ancaq Qərbi Azərbaycan sadəcə coğrafi məkan, sadəcə bir ərazi vahidi deyil, öz irsinə qüvvətlə və himmətlə bağlanmağın şəklidir. Necə? Bax belə. Görüntülərdə Qərbi Azərbaycan yallısının Z nəsli tərəfindən səhnələşdirildiyinin şahidi oldunuz. Paytaxt məktəblərində son zəng tədbirlərində məktəblilər öz rəqsləri ilə qədim yurt yerlərimizi unutmadıqlarını göstərdilər. Elektron cihazlara daha çox vaxt sərf etdiyi deyilən bu nəslin diqqət intervalında keçmişin, genetik kodların ritmi aydın müşahidə olunur. Öz milli mədəni irsinə belə emosional bağlılıq möhkəm hüquqi əsaslardan daha dərin məna ifadə edir. Nəzərə alsaq ki, həmrəylik cərgəsinə düzülən həmin gənclər Qərbi Azərbaycanı heç vaxt görməyib. Bu görüntülər bizi təəccübləndirməli deyil, bizi düşündürməlidir. Birgə səylərlə biz Qərbi Azərbaycana qayıdış konsepsiyasında işləməliyik. İndi Qarabağ münaqişəsi həll olunandan sonra bizim gündəlimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq bugün məncə biz vaxt itirməməliyik. Bəli, bugün biz Azərbaycan prezidentinin çağırışlarına dövrün gəncləri tərəfindən özünə məxsus reaksiya görürük. Gün gələr, həmrəylik rəmzi olan havalarımızı artıq vizual formada müşahidə edə bildiyimiz tarixi diyarlarımızda səhnələşdirərik.